Demək, bu yağan yağışlar Bakını yaman günə qoydu. İlham, əslində bu sel, bu yağış, sel də yoxdur, yağan yağışlar Bakını pis günə qoymadı. İlham Əliyevin siyasətini pis günə qoydu. Onun yaramaz siyasətini sübut elədi. Demək, adamlar fəxr edirlər ki, tədbir keçirirlər ki, ağıllı şəhər. Ağıllı şəhərdə bir dənə kanalizasiya sistemi yoxdur. Boş-boşuna elə binaları tikirlər, kanalizasiya sistemini düzəltməyiblər. Çünki İlham Əliyev sərf eləmir. İlham Əliyev istəmir ki, xalqdan oğradığı pulları, milyardları Azərbaycan xalqı üçün yatırsın. Onsuz da deyir, yağışlar yağır, su basacaq, cəmaət, xalq əziyyət çəkəcək. Daha sonra xalq öz işini görəcəkdir, xalq özü öz vəziyyətdən çıxacaq. Biz bunun İlham Əliyev nəyinə lazımdır, hakimiyyətin nəyinə lazımdır? Sən birinci Ağşəhər salmamışdan qabaq, layihəni eləməmişdən qabaq, birinci ölkənin kanalizasiya sistemini düzəltmək lazımdır. Milyardları oğramaqla deyil, xalqa zülm etməklə deyil. İlham Əliyevin özü 15 dəqiqə tıxacda qalmışdı, aləm dəyişmişdi bir-birinə. Görsün ki, heç olmasa Azərbaycan xalqı, millət nələr çəkirlər. Belə olmasa normadan artıq yağış yağdı, problem. Təzə bir söz tapıblar ki, bir şey olan kimi normadan artıq yağış yağdı. Normadan artıq neftdən pullar gələndə, normadan artıq milyardlar gələndə, onda niyə bu kanalizasiya sistemini düzəltmirdiniz? Onda niyə Azərbaycan xalqı bu pulu görmürdü? Azərbaycan xalqı bunu eləmirdi. Normadan artıq büdcəyə pul gələndə Azərbaycan xalqını təsir eləmir. Amma normadan artıq bir şey olanda mənfiyyət olur. Onda bunu Azərbaycan xalqı hiss eləməlidir. Bu hansısa bu İlham Əliyevin apardığı, indiki hakimiyyətin, YAP rejimin apardığı səriştəsiz, yaranma siyasətin nəticəsidir. Yəni, adamlar 30 ildə hakimiyyətdədirlər, 30 ildə hakimiyyətdədirlər. Bakı boyda bir balaca şəhəri kanalizasiya sistemini düzəldə bilməyiblər. İnsanlar nə zülm çəkirlər, nə əziyyət çəkirlər. Niyə axı belə olmalıdır? Bunun birbaşa cavabı hakimiyyətdir. Nə hansı icra başçısı, nə bir şey. Birbaşa bunun cavabı, məsuliyyəti prezidentin boynundadır. Çünki prezident bunu həll eləməli idi, İlham Əliyev hamısı bunu düzəltməli idi. Möhtərəm Azərbaycan xalqı əsas olsun ki, bütün dünya bizə paxıllıq edir.